Burada amma mənə hər zaman üzən nə olur? Anar, illərdir Qarabağ da Avrokuboklarda uğurlu olur. O əcnəbi futbolçuları sata bilirik. Yaxşı pullara artıq pullar da şişib, məbləğlər də şişib. Böyük klubları biz görürük. Klublarımızın qapısına döyür. Təəssüf ki, gedən futbolçular siyasında biz Azərbaycanlı futbolçular görürük. Hətta Çempionlar Liqasında belə deyək ki, çox üst səviyyədə futbol oynayan bugün Elvin Cəfərquliyevi belə görürük ki, biz normal bir kluba sata bilmirik. Yəni məndə məsələn informasiyalar var ki, bir neçə İtaliya klubuna təklif olunmuşdu. Yəni futbolçuya baxılıb müsbət qərar verilməmişdi ki, məsələn biz baxırıq bu futbolçuya, hə əla məsələn demişlər, daha çox bəyənməmişlər müdafiə planında ki, boşluqlar çoxdur. Biz zaman-zaman bunu Qurbanovda görmüşük ki, iradlarını bildirir ki, siz Elvin Cəfərquliyevin məsələn baxırsınız assistliyi, cinahdan reydləri, ötürmələri, amma müdafiə planında problemlər var, onun baş məşqçi analizlərdə daha dəqiq görür. Yaxşı olardı ki, o futbolçular sırasında Azərbaycanlı futbolçular. Burada təbii ki, pasport amili mütləq rol oynayır. Deyək ki, Maluda səviyyəsində bir Azərbaycanlıya mən əminəm ki, Maluda qədər maraq olmayacaq. Bu mütləqdir. Amma hər halda yəni 15 il uğurlu qrafik çizirsansa, Avropada adından söz etdirirsən, yaxşı olardı ki, bəlkə burada skautlarımız da bir qədər axsayır. Lazım olan qədər təqdim eləyə bilmirik bazara. Yəni, gəlin razılaşaq ki, Elvin Cəfərquliyev kifayət qədər normal futbolçudur da. Ən azından, məsələn, tamam, bazı elə seyirkə getməzsən, amma mənim diqqətimi mənə qədər bir məsələ cəlb edir. Eyni heyətdə keçən il Çempionlar Liqasında play-off'a qədər gedən heyətin futbolçularından biri deyək ki, Toral Bayramov, biri də deyək Turan. Necə ola bilər? Turan bəli, Elvindən potensialı, istedadı yüksək ola bilər. Amma məsələn, biri Seltikə transfer olunur, biri Türkiyə birinci liqasında bu sırasında o qədər fərq olmaz. Birinci liqaya yeni vəsiqə qazanır. Yeni vəsiqə qazanır, bəli. Yəni, yəqin ki, yüksək liqa, Premier Liqa, Super Liqada olsaydı, inanmıram ki, transfer olunardı. Çünki artıq birinci liqaya düşəndə ona görə uyğun transfer siyasəti qurulur. İstənilən klublar, dünyanın istənilən ölkəsində. Mənə bu maraqlı ki, milli futbolçudur, milli statusda ki, həmçə Elvin. Niyə bugün Elvinə heç olmasa deyək, mən bilmirəm, Anda da getdi Ukraynanın yüksək liqasına da. Yəni, Elvin heç olmasın, axı, mən fikirləşirəm ki, ən az Ukraynanın yüksək liqasına oynaya bilər. Bizim də vaxtında futbolçular gedib oynayıb, o bazar formalaşıb orada. Yəni, ən az bir açıb arxıma baxana yaxın 15-20 ilə görürsən ki, o da zaten futbolçular olur ki, yüksək liqada oynayıblar, aparıcı futbolçu olur. Yəni, mənə də çox maraqlı ki, niyə bizim yerli futbolçulara yoxdur da, bax. Özü Elvinlə bağlı tam münbit şərait yaranmışdı. Əvvəlki dönəmlərdə məsələn deyirdik ki, Qarabağda yaxşı maaş alır, niyə getsin? Qarabağ özü belə bu futbolçunu artıq transferə çıxarmışdı. Və gözləyir ki, kimsə böyük pullar da yox idi. Yəni bu günləri Maludaya 6 milyon manat verilirsə, Kamilo Durana 12-13 milyon manat verilirsə, mən manatla deyirəm. Mən bildiyim qədərilə Elvin Cəfərquliyevə maksimum 3 milyon, 2 milyon, 2,5, 3 milyon manat verilsəydi, Qarabağ buraxmağa hazır idi. Bilirik ki, müəyyən problemlər yaranmışdı. Qurbanov maraqlı deyildi Elvinin çox da qalmasında burada. Hətta bu şərtlər altında belə biz Elvin Cəfərquliyevi sata bilmədik. Mən düşünürəm ki, bəli, razıyam. Qurbanov onu faktu istəmirdi. Adam, yəni, kim planlarına daxil deyildi. Daxildir, hamı kənarlaşdırmışdı kənara. Yəni, məncə hətta orada düşünürəm, bəzi 1 milyon deyil, 800 min də yəni nə versəydilər belə, Qarabağ razılaşacaq. Mən bunu istəmirəm, olsa oynatmayacamsa, yəni 1 milyon da gəlsəm, onu verirəm 800 min də. Demək ki, ümumiyyətcə buna təklif göndərən olur və məndə də olan məlumata görə ciddi bir təklif gəlmədi. Rəsmi bir təklif yox idi. Bəli, nəyə ki, rəsmi bundan maraqlanan yox idi ki, biz bunu istəyərik transferi. Yəni, təsəvvür edin ki, adam artıq təzədən qayıtdı, yəni Qarabağda indi məzuniyyətdən. Məzuniyyət deyil də, yəni 2 ayda gəlsən bunu oynatmırsansa, indi qaytarmısan, bilmirəm bu qışda necə olacaq. Amma məncə artıq bu 2 ay periyodda Elvin gedə bilməsə, bundan sonra bilmirəm. Özü yaxşı da oyun oynamışıq. Keçən adam Çempionlar Liqasında turun oyuncusu oldu. Formadaydı. Ondan piki hara qalxa bilərsən ki, sən yəni. Ona görə də, nə bilim, təəssüf edirəm. Azərbaycanlı futbolçulardan mən də səbəbini tapa bilmirəm. Nərman getdi, bax görürsən onu Amerikada niyə getmişdi, hansı xətlə getmişdi, 5 illik müqavilələ niyə qayıtdı, gəldi təzələn Türkiyəyə, nə bilim, tək orada oynasın, amma baxırsan ki, bəli. Görünür ki, geriyə addımdır. Geriyə addımı, təbii ki, yəni geri futbolçuna bağlı düşüncədir. Həqiqətən üzücü məqamdır. Yəni, bu barədə bilmirsən, futbolçunu qınayasan, futbolçunu da niyə qınayasan, Elvin, yəni bu adam pikindədir də, formasının pikindədir. Yəni bundan artıq nə eləyə bilər ki? Asist, gol, cinahında ən önəmli fiqurlardan biri həqiqətən çox maraqlı məqam.